Salam uşaqlar, bu gün biz 13 iyul 2025-ci il tarixində 4-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında kimya fənnindən istifadə olunmuş test tapşırıqlarının izahına baxacağıq. Başladıq. Deməli, birinci sualda nə deyir bizə? Deməli, birinci sualda baxaq. Bizə disiklopropan propan üçün ümumi olan nədir? Biz bilirik ki, disiklopropan disikli quruluşa malik olan disikloalkanların ilk nümayəndəsidir və karbon H2, karbon H2 disiklo-propeni yazaq. Deməli, propeni yazaq. Deməli, karbon H3. Deməli, birinci yazdığımız disiklopropan, ikinci yazdığımız propendir. Bunların birilir ki, hər ikisinin ümumi formulu karbonin, hidrogen 2N ümumi formulu ilə müəyyən olunur. İndi suallara cavab verir. Quruluş formulları eyni deyil. Biri disikli quruluşudur, biri də deməli şaxəsizdir. Deməli nə deyir bizə? Molekulda sigma rabitələrin ümumi sayı disiklo deməli propanda yazsa karbon 2 H6. Bunda deməli sigma rabitələrin sayı indekslərin cəmidir. Yəni burada sigma bərabərdir 8. Amma propenda indekslərin cəmini toplayıb bir vahid çıxırıq da ümumi formula hər ikisini dedik ki, bunların hər ikisi karbon 2 H olduğu üçün burada sigma rabitələrin sayı 7-dir. Yəni yenə də bunun karbon 2 H6, yəni 2 üzərinə 6 bir vahiddə deməli götürürük. Bərabərdir. Bərabərdir deməli 7. Səliqəsiz oldu. Minus 1 bərabərdir 7. Deməli birində sigma rabitələrin sayı 8, dik propenda isə 7-dir. Ona görə sonra molekulda hibrid orbitalların sayı. Deməli propenda hibrid orbitalların sayını deməli burada sp2 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 sp3. Deməli propenda sigma rabitələrin sayı deməli 4, 10 dənəsi, daha doğrusu hibrid orbitalların sayı 10'dur. Amma siklopropanda sigma rabitələrin sayı, yəni burada 3 sp3 var da. 3 sp3 varsa, deməli burada isə 8'dir. Deməli üst-üstə gəlmədi. Deməli birində 8'dir, birində 10'dur. Sonra molekulda atomların ümumi sayı hər ikinci formulu dedik ki, karbon 2 H6'dır. Hər ikisinin, ona görə hər ikisində molekulda atomların sayı 8'dir. Üst-üstə düşür. Ona görə cavab burada D variantıdır. Sənədə alınmış üsulları bilirik ki, fərqlidir. Böyle keçdik ikinci sualımıza. İkinci sualda nə deyir? CO2-nə görə qaz qarışığı müəyyən şəraitdə reaksiyaya daxil olmuşdur. T1 anına qədər alınan CO2-nin həcmini istəyir. Şimdi deməli reaksiyanı qeyd edək. Biz bilirik ki, CO üstünəcə oksidləşir, keçir 2 CO2. Baxırıq ki, 2 litrə 1 litr uyğundur. Alınıb 2 litr. Yəni burada 2 vuraq 22,4 yaxud da oksigen üzərinə 22,4 yazsaq, orada onunla ixtisar gedir də. Ona görə bunları belə yazmaq da düzgündür uşaqlar. Deməli, baxırıq ki, qrafikdə 90 düşüb 70'ə. Deməli, orada 70 artıq qalanda 20 litr sərf olunub. Onda biz burada azalmadan istifadə edirik. Baxaq ki, burada məsələn 3 litrdən, 3 litrdən keçib 2 litrə. Orada azalma 1 litr olub da. Ona deyəcək ki, 1 litr deməli azalmada əgər 2 litr CO2 alınırsa, bəs 20 litr azalmada x litr CO2 alınır. Buradan da baxırıq ki, x 20 dəfə artıbsa, oradan da deməli ki, 20 dəfə artacaq. X bərabərdir 40 litr CO2 alınacaqdır. Yəni o qrafikdə verilən orada 90 çıx 70 bərabərdir, bax 20. Yəni o 20'ni
biz gətirdik. Burada istifadə elədik tənasübdə. Sonra üçüncü suala keçək. Üçüncü sualda deyir, X3 yanındakı elektronun sayı azot atomunun xarici elektron təbəqəsində olan elektron sayına 2 dəfə çoxdur. Onda azotun protonlarını paylayaq. Deməli, 1s2 2s2 2p3. Biz bilirik ki, azotun xarici elektron təbəqəsində baxırıq ki, deməli, burada 2, 3, deməli 5 dənə elektronu var. Bu da deyir ki, X3 müsbət ionundakı elektronların sayına 2 dəfə çoxdur. Onda 5-i deməli 2-yə vursaq, deməli bunun 10 dənə elektronu var. Elektron bərabərdir 10. Burada da yazsam, deməli bunun protonu 13 imiş də. 3-ünü verib 10 dənə elektronu qalıb. Yəni bunun protonu da 13 imiş. Onda bunu dövr sistemində mövqeyini deyirsə, biz bunu paylasaq 1 S2 2s2 2p6 3s2 3p1 3s2 3p. Baxırıq ki, üçüncü dövr. Deməli burada bax 3'lər dövrü göstərir. 2 ilə də biz burada 1'i topladıq. Elədi üçüncü deməli qrup. Əsas yarım qrup element axtarırıq. Demək, üçüncü dövr, üçüncü qrup, əsas yarım qrup D variantı. Sonra burada baxaq, nə deyir? Deyir, 1 mol karbon için alkan xlor reaksiyası zamanı hidrogen atomları ümumi sayı 60% əvəz olunur. 219 qram H-xlor əmələ gəlir. Eyni hesablayın, yəni karbon sayını hesablayın. Deməli, burada alkanlarda biz bilirik ki, alkanlar xlorunu əvəz etmə reaksiyasına daxil olur. Bir də burada şərt qoyub ki, bizə 219 qram H-xloru əmələ gələn H-xloru mola çevirək. Onda nü bərabərdir 219 belə 36.5. Bunu da kalkulyatorda bölsək. Deməli, kalkulyatorda bölsək 6. Deməli, burada 6 mol H-xlor əmələ gəlib. Məsələn, 6 mol H-xlor əmələ gəlir. Bu da deyir ki, ümumi atomlar sayı 60%-ni təşkil edir. Yəni 6 hidrogen sayı ümumi atomlar 60%-ni təşkil edirsə, bu alkanlarda da 2n+2 hidrogenlər sayıdır da. Bunu da 2n+2 100% götürək. Bunu da buradan ixtisar getsə 6. Deməli, buradan 1, buradan 10. Burada onlar da ixtisar getsə 10 da yazırıq 2n+2 bərabərdir 10, n də bərabərdir 4. Deməli, burada karbonun sayı istəyir, yəni bu alkanımız lap yazsaq karbon 4H810 uyumur. Sizcə karbonun nömrəsi A variantı. Sonra nə deyəcək? Bizə verilib oksidaşma reduksiya reaksiyası verilib. Oksidaşdırıcı nə hansı fikirlər doğrudur, hansı yanlışdır? Biz onları seçəcəyik. Baxaq burada. Reaksiyanı da yazaq. Kalium bixromat. Əmsallaşmanda pariflər 14H xlor alınır 2 kalium xlorid üzərinə gəl. Diqqətsiz oldu biraz. Kalium xlorid üzərinə gəl xrom xlor 3 2 mol. Üzərinə gəl 3 xlor. Üzərinə gəl 7 mol su. Dəyişilənləri yazsaq -1, -1, yenə -1, oksigen, xrom deməli 7, -2, -1, deməli buradan keçib, 2, 14, 14'ü edəyim. Burada müsbət 6'dan, xrom deməli burada gəlib, müsbət 3'ə. Deməli bu -1'dir, müsbət 3'dür bu.
xromdur. Bunu biraz yanlış yazmışıq. Burada xromdur. Deməli yine burada xromu xrom müsbət 6-dan keçim xrom müsbət 3-ə. Xlor da burada mənfi 1-dən keçib 2 xlorlar da qoyaq. 2 xlor 0-a. Yine burada xromun əmsalını da qoyaq. Çünki indeksorda 2 verilib də 6-dan deməli 3 çıxdı. 3 üstəci 6 elektron qəbul edib. Mənfi deməli 1 0 2 elektron da burada və demək xlor burada reduksiya edicidir. Uşaqlar bir də fikir verin. Əgər burada plus alınırsa oksidləşdiricidir. Bax burada minus alınırsa reduksiya edicidir. Yəni üzərinə elektron gedir. Onu belə yadda saxlayın. İndi baxaq, oksidləşdirici əmsalı 1-dir. Oksidləşdirici baxırıq ki, kalium mikromatdır. Burada əmsalı 1-dir. 1-də yazılmır, düzgün fikirdir. Sonra demək reduksiya əmsalı 14-dür. Xlor burada reduksiya edici. Bax burada H xlorun tərkibindədir. Bu da düzgündür. Deməli. Deməli. Rəngləri qarışdırıq. Deməli 2 də düzgündür. Oksidləşdiricinin əmsalı burada nədir? Oksidləşdirici əmsalı 3-dür. Xeyr, oksidləşdirici əmsalı 3 deyil. 3 səhvdir. 6 mol H xlor oksidləşir. 6 mol H xlor oksidləşir deyirsə, burada bu belə deyək də düzgün fikir kimi götürə bilərik. Niyə 6 mol? 14-dən bax fikir verin. 6 mol deməli keçib burada. Deməli H xlor 14 mol götürüb. 6 mol da H xlorun neçə keçir? 3 2-yə keçir də. Baxın bura 3-ü vursaq 2 6 mol oksidləşir. Bu düz fikirdir. Sonra nə istəyir bizdən? 14 mol H xlor reduksiya olunur. 14 mol H xlor burada reduksiya olunursa baxırıq. Deyirik ki, yaxşı, onda reduksiya edicidir də. 14 mol H xlor həm burada reduksiya olunur. Yəni oksidləşdirici də yox, xeyr, bu səhv fikirdir. Çünki burada xlor reduksiya edicidir, oksidləşir. Ona görə 14 mol burada reduksiya olunur, xeyr, burada oksidləşir. Bizdə səhv fikirləri istəyir də, deməli, səhv fikirləri istəyirsə, deməli, 3-ünə 5 götürürük. 3-5 baxırıq, B variantı. Deməli, burada hansı reaksiyalar üzüm adilə birinci karbon atom oksidləşmə dərəcəsi mənfi 1-dir. Yəni, bu reaksiyaları yazaq biz. Deməli, yazaq propen. Bunlar hamısı Markovnikov qaydasına görə birləşəcək. Karbon H3, karbon H, OH, karbon H3. Deməli, 2 qatımı sərgəli qoyaq. Deməli, ikinci reaksiyada karbon H2, karbon H2 üzərinə su. Yine burada alınır karbon H3, karbon H2, OH. Üçüncü reaksiyada demək propen, karbon H3, üzərinə brom. Yine bu Markovnikov qaydasına görə yazırıq karbon H, brom, karbon H3. Dördüncü reaksiyamızda yine propendi, karbon H3, karbon H. Üzerine geldi brom. Daha doğrusu xlor. Ne geldi xlor. Yine xlor pi yönəlib pi raddəsini qırır da biz bilirik alınan birləşmədə. Karbon H3, karbon. Xlor. Beşinci de yine
yazsaq, karbon H2 karbon H2 karbon H2 üzərinəcə H brom. Yine burada məhsulumuzu yazaq. Karbon H3 karbon H2 brom. Yine burada deyir ki, hansılarda oksidaşma dərəcəsi -1'dir. Burada deməli, baxaq birinci reaksiyamızda. Deməli, burada karbon H2'dir, burada oksigen -2'dir də. Birində verib, burada baxaq uyğun gəlirmi burada? Xeyr, burada -1 yox. Burada birinci karbon atomuna daha doğrusu keçirik burada. Burada -3'dür. -3. Hidrojen karbon -2'dir, birində verdi. Burada -1, bu uyğun getmədi. Yine birinci karbon atomunda baxsaq, birinci buradan başlayır da 1, 2. Birinci karbon atomda hər birinə alırsa burada oksigen -2'dirsə, burada -1 ola bilər. 2 düzdür. Sonra baxaq. Üçüncüyə deməli, birinci karbon atomu oksidaşma dərəcəsi deyirsə, burada yenə baxaq. Deməli, karbon H2, karbon H brom. Deməli, birinci, ikinci, üçüncü. Baxaq, görə uyğun gedirmi burada? Deməli, H, deməli, birində broma verdisə, yenə burada -1. Burada da uyğun gedir. Qarışıq oldu. Burada alınan üzvü maddələrdən söhbət gedir də, alınan üzvü maddələrdə söhbət gedir. Sonra 4'də nə deyir bizə? 4'də də yenə burada xlordur. 2'dirsə burada yenə burada deməli -2'dir. Birinci karbon -2, -1, -3. Deməli, bu uyğun getmədi. Yenə də burada baxsaq, birinci karbonda 2, bu -1, -3. Deməli, baxaq variantlarımıza. 2, 3, 5. Deməli, variantlarımız. Deməli, bu da uyğun gedir. Biz qırmızılasaq bunları. Deməli, bir variantımız bax budur. 2, 3, 5. 2, 3, 5 D variantı. Sonra etin molekulunda neçə polyar, neçə qeyri-polyar deyir, deməli. Bax, burada bunları. Etin molekulunu yazaq, deməli. Etin asetlendir, onlar hər ikisi adlı. Etin yəni yazılanda asetlen başa düşülür, yazdıq. Deməli, baxırıq ki, burada deməli, burada bizim 3 dənə qeyri-polyarımız, deməli, 2 dənə də polyar kovalent labidəmiz var da. Deməli, 1, 2, 3 variantlarını axtarırıq. Cavabında hansı olur? 2, 3, C variantı. Yəni, bu karbon-karbon arasında, baxın, bu karbon, bunlar deməli qeyri-polyardır. Karbon H arasında da polyar kovalent rabitədir. Bax, bunlar qeyri-polyar. Deməli, bu da polyar kovalent rabitə. Polyar kovalent rabitədir. Müəyyən miqdarda metanın tam yığılması 6 mol oksigen sərf edilmişdir və 2640 kilojül istiliyə ayrılmışdır. Reaksiyanın istiliç effektini hesablayın. Deməli, onda metanın yanma tənliyini yazaq. Karbon H4 üzərinə gəl O2, keçir CO2 üzərinə gəl su. Baxaq, burada əmsallaşdırmanı aparsaq, 2 oksigen, 2, deməli, baxırıq ki, 2 moldan nəzər yerdə bilmirik də ki, nə qədər istilik miqdarı. Amma şərtdə də bizə deyir ki, 6 mol. 6 mol oksigen yananda da 2640 kilojul istilik sərf olunur. İndi buradan da yenə 2'yi tapsaq, demək 2 bərabərdir. 2 vurulsun 2640.
Buradan da ixtisar gedəcək. İndi kalkulyatorda hesablasaq. Baxaq görək nə qədər eləyir. 880. Deməli cavabımız Y. Nə deyir bizə burada? Döyülmüş bir atomlu spirt verib, doymuş bir əsaslı karbon turşusu verib, nömrələrin verib bizə. Demək biz bilirik ki, spirtlərdə karbonin 2N plus 1 OH ümumi formulları bu cür yazılır. Karbon turşularında da H 2N oksigendir. Bu alınan efir molekulunda sigma rabitələrin ümumi sayını istəyir. Əgər burada doymuş bir əsaslı karbon turşusunda deyir ki 2N qədər onda artıqdırsa, onda karbonun ümumi formulu 2N, deməli hidrogen 4N, oksigen olar da. İndi biz bax bu formulla buna baxacağıq, bunların üzərində işləyəcəyik. İndi efir molekulu alınırsa, turşudan deməli bir OH gedir, bir oksigen atomu buradan çıxır, belə yazsaq bunun üzərindən bir OH, bunun da üzərindən bir hidrogen çıxartsaq, biz onda belə bir formul alarıq da. Deməli burada alarıq ki, onu da bərabər qoyaq, düzgün yazaq. 2N, hidrogen 4N plus 1, oksigen alarıq. Bunun üzərindən birdən oksigen ayrılsa, onda alınır karbon N, 2N plus 2. Bax, belə bir OH buradan çıxdı, hidrogen də oradan çıxdı, oksigen də biri azaldı. İndi bax, bu formullardan istifadə edək. Bax, bundan bir də aldığımız, bax bu formuldan. Bu alınan elə bir ki, efirin molekulunda olan, belə deyək də, atomların sayıdır. İndi bunları da toplayaq. Karbonların indeksinə baxırıq. N, 2N, hər ikisini toplayırıq. Eləyir 3N, üzərinə gəldi 2N, 4N, 6N. Bax, buradan da yenə 2N plus 1 idi, bir dənəsi oradan hidrogen getmişdisə, hidrogenlər burada, bu birdir. Deməli, o birlər də oradan ixtisar getsə, bax, bu birlər. Deməli, bax, bu bir, bax, bu birlər də oradan toplayanda ixtisar gedir də. Qalır, oksigenlərin də sayı toplasaq, 2N. Burada eləyir sigma rabitələrin sayı 9N, üzərinə 2. İstəmiz sigma rabitələrin sayını da tapanda biz bilirik ki, bir vahid götürürük də ümumi indekslərin cəmindən, bir vahid çıxırıq. Bu da eləyir 9N minus 1. Bu da B variantı. Daha doğrusu B variantı. Demək, səhv eləmədi. 2N, 3N, 6N oksigenlər toplayanda getdi. Oksigenlərdə də bax, bu birləri də toplayırıq. Çünki bu hər ikisi bu birləşmənin toplamı efir molekulunda olan karbon, hidrogen, oksigenlər sayıdır. İndekslərin cəmini topladıq. 1 mol H2 götürdük bax buradan. Bir OH buradan götürdük. Bir H da həmişə spirtlərdən gedir. OH da turşuların üzərindən çıxır da. Bilir ki, mürəkkəb efir əmələ gələndə turşu üstəcə spirt reaksiyasıdır. 1 mol su ayrılır. Əmələ gələn efir molekulunda indekslərin cəmini topladıq. Bir vahiddə çıxdıq, sigma rabitələrin ümumi sayını tapdıq. Bizə halogenlər verib. Deyir, halogenlərdə bilmirik də X2, Y2, Z2 halogenləri verib. Bir də şərt verib ki, M2 böyükdür M3, böyükdür M1. İndi bu şərtdə nə deyir bizə? Kütlələrdə eyni qram verib. M2 o deməkdir ki, burada Y2-nin, biz bilirik ki, hər hansı bir halogenin kütləsi ən kiçik olanda, biz bunu dəfələrlə bir reaksiya genişlədib izafə etmişik. Hər hansı bir halogen M2 kiçikdirsə, onları bərabər kütləyə
yuxarıdan aşağı getdikcə halogenlərin emerləri artır da, bərabər kütləyə gələndə emeri kiçik olanla daha çox orada natrium kütləcədə, nə də deyirlər, molcada daha çox belə deyək də natrium sərf olunur. Ona görə burada biz M2 demir ki, Y2-nin qabağında M2 yazıb da daha çox ona natrium sərf olunacaqsa, bu yəqin flyordur da, belə deyəcək. Bu Y2-ni birinci yazırıq. Sonra gəlir M3, sonra Z2-ni yazırıq. Sonra da gəlir X2. Bu X2-yə daha az natrium sərf olunacaq da. Deməli, onun emeri daha böyükdür. Onda yuxarıdan aşağıda, deməli, bu flyor, xlor, brom, yod sırası kimi baxsaq, deməli, yuxarı nə deyir burada? Reduksiya qabiliyyəti artma sırasında. Yuxarıdan da aşağı getsə, reduksiya qabiliyyəti biz bilirik ki, artır. Halogenlər tam sərf olunur, düzdük sıranı. Y2, Z2, X2 baxırıq, C variantı. Sonra duz verib suda məhlula, ipucu verir ki, yalnız metal ayrılır. Bu pozitiv metalın oksigenli duzudur ki, orada yazıb ki, anodda oksigen ayrılır. Elektron məhlulunda ayrılan bir əsaslı turşu ayrılır. Məsələn, özümüzdən bir dənə misal yazaq. Məsələn, götürək argentin nitratın. Sulu məhlulun elektrostənliyini yazaq. Alınır gümüş, üzərinə məhlulda iNO3 alınır. Katodda, deməli, gümüş, anodda oksigen alınır. Katod, anodda yazaq üzərinə. Biz bununla əmsallaşdırma aparsaq, deməli, 4 bura atdıq. 4 bura, 2 də bura baxaq görə, 2 də 2-in 4-dür, 2 də 3-ün 6, 4 də 3-ün 12, 14. Düz əmsallarımız düz oldu da. Səliqəsiz oldu. Üzərinəcə 2 mol H2. Bax, bunu qısa elektrostənliyində yazmaq olar. Bax, bu cür də vermək olar. H2 o keçir 4H müsbətə, ödəcə O2. Bu şəkildə də yazmaq olar. Elə bir yazıb geniş bunun, necə deyirlər, ionlar hissəsi tənzini yazırıq. Qısa gedənləri üstündən minus qoyuruq, belə üstünümüz var. Qısa belə bir tənlik alırıq. İndi burada baxırıq ki, 4 moldan, burada baxın, 4 moldan 22,4 qaz ayrılıb. Bizdə də deyir ki, 11,2 kat anodda qaz ayrılıb da. Onda nə qədər buna uyğundur? X mol. Oradan da X bərabərdir 2 mol. Turşunu 2 mol uyğun. Yaxud da bunun da üzərindən eyni qayda yazsaq, 4-də 22,4 uyğundursa 11,2-yə X. Bax, yenə də X-in 2 mol olduğunu taparıq. Deməli, cavab 2, C variantı. Deməli, spirt üstəcə turşu verilir. Biz bilirik ki, bu reaksiyalar yazanda həmişə spirt üstə turşu yox, turşu üstəcə spirt yazmaq daha düzgündür ki, orada əvəzləməni görək. 12-də yazırıq. Deməli, asetat turşusu COH üzərinəcə karbon H, karbon H3 alınır. Deməli, karbon H3, karbon H3. Deməli, burada turşudan OH, buradan da oksigen. Deməli, üzərinə gəl su. İkinci reaksiyamızda yazaq. Karbon H3, OH, üzərinə gəldik xlor. Alınır karbon H3, xlor. Buradan HOH, su götürür. Çünki mənfi, müsbət məsələsi var da orada məhlulda birləşir, su alınır. İndi burada variantlarımız hansı oldu? Deməli, alında metil asetat, bir də metil xlorid. Metil asetat, metil xlorid baxırıq. C variantı. Bax, bu alınan metil asetat, yaxud asetat turşusu metil evri. İkincidə də metil xlorid. Deyir, X maddəsi verib, aqreqat mayedə əvəz etmə reaksiyasına nitrat turşusu ilə daxil olur. Bir molekul atomların sayı 12 olan. Fenol birli karbon 6H5OH-da 5-dir. Propen karbon 2H4 uyğun getmədi. Anilin də bilir karbon 6NH2 toluolda. Çünki orada molekulunda toluolda karbon 6H5 karbon H3-də 12 getmir. Bir də qaldı benzol.
Benzol da bir nitrat turşusuna əvəz etmə reaksiyasına daxil olur. Yazıq karbon 6, H6. Üzərinə gəldik HNO3, karbon 6, H5. Çünki orada deyir əvəz etmə reaksiyası. Deməli, üzərinəcə su. Nitrobenzol alınır. Bir molekulunda da baxın, elə 6 topladıq, 12. Deməli, cavab benzol. Bir variant. Deməli, burada bizə dönər reaksiya verib. Sadəcə temperaturun və təzyiqin tarazlığa təsiri bölməsindəndir. Bunlar 3 H2 alınır 2 NH3. Deməli, biz bilirik ki, baxırıq ki, bir reaksiya eksotermik reaksiyadır. Endotermik reaksiyada temperaturun tarazlığa təsiri belədir ki, endotermik reaksiyada temperatur artdıqda məhsulların alınması istiqamətinə, yəni sağa yönələcək. Eksotermikdə temperatur artırdıqda ilkin maddələrin alınması istiqamətinə, yəni başlanğıca tərəf yönəlir də. Yəni bu belə deyək, N2-3H2 istiqamətində yönəlir. Deməli, biz burada ilkin maddənin alınması deyirsə temperaturu artırmalıyıq. Amma burada biz baxırıq ki, bir həcm, deməli, bir həcm 3 həcm deməli reaksiya girib hidrogenə, 2 həcm NH3 alınır. Baxırıq ki, burada 4 həcm 4 keçib 2-yə də 2 həcmə, 4 həcm 2 həcmə keçibsə, baxırıq ki, həcm azalması istiqamətində gedib. Onda təzyiqi artıranda həcmin azalması istiqamətinə gedir. Təzyiqi biz azaltmalıyıq ki, yenə bu başlanğıc tərəfə getsin də, əksinə getsin. Ona görə də yenə baxırıq, temperaturu artırmaq, təzyiqi azaltmaq hansı variantdır? Y variantı. Bir də deyim, eksotermik reaksiyalarda temperaturu artıranda başlanğıc maddələrə tərəf yönəlir tarazlıq. Yəni ilkin maddələrin alınması istiqamətinə. Amma təzyiqi artıranda həcmin azalması istiqamətinə gedir də, yəni NH3 tərəfə, azaltsaq da əksinə, başlanğıc tərəfə, N2 tərəfə gedəcək. Bax, bu N2 tərəfə yönələcək. Bizdən də hər iki tərəfdə fikirləşəndə üst-üstə düşən variant artırmaq, azaltmaq Y variantı götürürük. Yəni bu tarazlığın, temperaturun və təzyiqin kimyəvi tarazlığa təsiri bölməsindəndir. Deməli, 15-də nə deyir? X, Y, Z maddələri verib. Deyir ki, X-in qatı nitrat turşusu ilə, yəni çözəkdə burada. Deməli, baxaq. Deyir, X-in üzərinə qatı nitrat turşusu qoyub. Deməli, bu bir də Y-in üstə qatı nitrat turşusu qoyub. Bir də Z-in üzərinə qatı nitrat turşusu qoyub. Deməli, biz burada deməli, indi baxırıq birdən. Biz bilirik ki, karbonun qatı nitrat turşusuna 2 oksit verir. Kükürt olanda qatı nitrat turşusuna H2SO4 verir. Yəni, burada məhsulları, bax, fikir verin, H2YO4 yazıb. Üzərinəcə NO2, üzərinəcə H2O verib. Z də götürəndə Z, HNO, doğrusu burada. Deməli, ZNO3, 2 üzərinəcə NO2 üzərinəcə H2O. X də verib, deməli, XO2 üzərinəcə NO2 üzərinəcə su. Demək, X burada karbondur. 2 oksid əmələ gələndə karbondur. Bunu nə yazaq burada? Deməli, burada deməli, X burada karbondur. Y kükürtdür. Z də deməli misdir. Bax, çünki burada reaksiyalarda mis nitrat fikir verir. Yəni Z yerinə mis nitrat. Yəni bir də təkrar yazmayaq da. Yəni karbonu götürəndə burada
karbon yazaq bunları Y-də kükürt durur da, Y-in önündə Z-in də yerinə mis durur da. Yəni təkrarçılıq olmasın. Yəni bu reaksiyaları asanlıqla məhsulları bilmək istəyirsə, oksidləşmə reduksiya reaksiyalarında orada üstləşmə dərəcələrini bilmək kifayətdir. Tutaq ki, yazırıq ki, karbon nümunə verək. Üzərinə nitrat turşusu. Bilirik ki, nitrat turşusu burada oksidləşdiricidir də. Maksimum oksidləşmə dərəcəsindədir, müsbət. Karbonda reduksiya edici. Karbon reduksiyası artmaq istiqamətində gedəcək də. Ya burada natrium oksidi alına bilməz. CO2 çünki qatı nitrat turşusudur da, onu tam belə sıxışdıracaq, nə deyir, reduksiya edəcək. Alınacaq NO2 ya NO alınar ya NO2. Çünki azot müsbət 5-dən ya 2-yə gedər ya 4-ə. Qatı götürəndə NO2 alınır. Amma duru götürülməmiş NO alınır. Bu da oksidləşmə dərəcəsi azalmaq istiqamətində gedəcək də. Baxın 5-dən 4-ə azaldı. Oksidləşdiricidir. Bu da 0-dan gəldi, müsbət 4-ə reduksiya edicidir. Üzərinə bir də hidrogen görürəm. Oksigen alına bilər. Su və salam. Oksidləşmə dərəcələrini sadəcə bilmək burada kifayətdir də. Oksidləşdirici, hə, bilirik ki, tutaq ki, burada verib kükürt hamısında nitrat turşusu sonsuz oksidləşdiricidir. Maksimum oksidləşmə dərəcəsi azot müsbət 5-dir. Hə, orada da karbonu misi reduksiya edici kimi qəbul edirik. Hamısı da orada artmaq istiqamətində gedəcək. Onları nəzərə alsa, ümumi qaydaları da biləndən sonra bu reaksiyaları tez çözmək olur ki, orada hansı məhsullar alınır. Mən 16-dan deyirik bizə. Deməli, ikili spirt verib. İkili spirtdə H2SO4-də T böyük 140 dərəcədə biz bilirik ki, burada alınır. Deməli, X maddə. Bu reaksiyanı da yazmayaq. X-imiz burada karbon H2, karbon H, propendir. Propen üzərinə H bromu qoyaq, görək nə alınır. Bu da Markovnikov qaydası Y maddəmizi çözək. Deməli, H brom qoysaq alınacaq karbon H3, karbon H. Deməli, hidrogen yönəlib. Burada pi qırdı. Belə karbon brom, karbon H3. İndi bunun da üzərinə 2NH3 qoyaq. 2NH3. Burada da fikir verin, minus NH4 bromidi. İkinci məhsul kimi götürüm, Z maddəmizi çözməliyik ki, Z maddəmiz hansıdır? Buradan da alınır karbon H3, karbon. 2NH3 götürsə, buradan alınacaq NH2, karbon H3. Bax, belə birləşmə alınacaq. Bu da karbon 3H6 izopropildir da. Hə, izopropil amin. Deməli, bu da bizim Z maddəmizdir. Bax, bu Z maddəmizdir. İzopropil amin Y variantı. Demək, Y maddəmizdə bizim H brom qoyduq üzərinə. Y maddəmizi də yazmamışıq. Hə, bu da Y maddəmizdir. Demək, reaksiya verib, bizə qələvi məhlul verib, üzərinə x qram alüminium əlavə ediblər. Deməli, gəldi 17-ci suala çatdıq. Yazaq onda. Deməli, alüminium reaksiyanı geniş yazmaq gərək yoxdur. Yəni, alüminium üstəki natrium H, üstəki su keçir natrium alüminata. Bir də orada mol var. Biz belki burada 1 mol metal valentliyinin yarısı qədər. 1,5 H2 qədər oradan qaz ayrılır. Yəni, burada ayrılan qaz hidrogendir. Bax, indi buradan belə bir tənasüb qıraq ki, 27 qram alüminium reaksiya daxil olsa, burada 3 qram hidrogen reaksiya qabdan ayrılacaq. 24 qram da məhlulda artım olacaq. Onda artım yazaq. Bax, artım. İndi baxırıq ki, orada qrafikdə verib ki, bizə 8 qram məhlulda artım var. Bəs onda 8 qram artım olanda məhlulda nə qədər alüminium reaksiya girəcək? X qram. Baxırıq ki, 24 buradan 3 dəfə keçilib. Buradan da 27 3 dəfə keçilsə, x bərabərdir 9. Buradan elə bir 27-ni 3-ə bölürük. Bölə 3 kimi baxırıq. Demək, cavab 9C variantı. Maddələr verilib bizə 1 mol H2SO4. Deməli, reaksiyaları yazaq. Aydın olsun. H2SO4 üzərinə gəldi 1 mol
magnezyum hidroksid. Biz bilirik ki, burada hidrogenlərin sayı 2H-ımız var, 2OH var. Yəni burada 2 bax hidrogen OH-ları açıq yazsaq, bu bundan birləşir. Çünki müsbət yüklüdürlər də, OH da mənfidir. 2 mol su çıxır da buradan. 2H2O alınır magnezyum SO4. Magnezyum SO4-də nə istəyir burada? Atomların mol sayını. Baxırıq ki, burada 4 burada, 1 burada, 1 burada. 4, 1, 5, 6. Qeyd edək. İkinci tənliyimizə keçək. 2 mol magnezyum hidroksid üzərinə gəl. 1 mol H2SO4. Bax, burada da yenə baxırıq. 2OH ayrılır. Bax, burada da yenə hidrogenlərlə birləşir. Hidroksil mənfi 2 mol su. Burada alınan bax magnezyum OH. Bunu mütərziyalıq. 2 dəfə SO4. Alınan duz magnezyum hidroksosulfatdır. Yuxarıda normal duz alınmışdı. Bu da əsaslı duz alındı. Burada da saysaq, deməli, baxaq sayaq. Deməli, bax, bunda 1-də yazılım, 3 burada 6, 7, 1 də burada 11. Deməli, burada da 11 dənə atom var. Sonra deməli, axırıncı tənliyi yazaq. Buradan da H3PO4 üzərinə gəldi. 1 mol magnezyum hidroksid. Burada da baxırıq ki, 3H var axı. 3H'lar OH-dan böyük olduğu üçün turş duz alınacaq. Yaxud da bax, bunlar izah üçün yazaq elə. Hidrogen 3 dənədir. Bax, burada da OH-lar 2 dənə. Bu bundan 1 mol su verir. Bu da bundan hansı müsbətdir də bunların yükü. Bu da mənfidir. 2 mol yenə su ayrıldı. Qaldı deməli turş duz alınır da. Çünki HSO4, magnezyum HSO4. Bunları da saysaq. Deməli 1, 2, 3, 4, 7. Baxırıq 6, 11, 7 variantlarımız. Deməli A variantı. Sonra verib bizə dipeptit verib, maddə üçün doğru olan ifadə verib burada. Biz bilirik ki, dipeptit 2 mol amin turşu öz aralarında birləşir. Dipeptit əmələ gətirir də. Onu ümumi sxemlə bu cür göstərsək, bax 19-da. Yəni 2 mol amin turşu alınır dipeptit. Peptit üzərinə gəl su. Bax, belə bir sxem görsədək də. İndi baxaq ki, bu nədir? Glisin dipeptitidir. Xeyr, çünki glisində 2 karbon atomu var. Glisini bu cür yazılır. Karbon H2 NH2 COH. Bu glisin alanin isə bir karbon artıq yazılır da. Yazsaq ki, belə deməli karbon H3 karbon H, NH2, COOH. Deməli, o birinci yazdığımız glisindir, ikinci yazdığımız alanindir. Lap üzərinə yazaq. Burada alanin, bu da glisin. Bu amin turşulardır. Deməli, bunları sadəcə izah vermək üçün yazıram, xatırlamaq üçün. Şimdi bu turşuda da biz baxırıq ki, 2 mol amin turşu öz aralarında birləşib, dipeptit dedik ki, su əmələ gətirir. Glisinin dipeptitidir, xeyr, isbatladıqda dedik ki, 3 karbon atomu varsa bu alanindir. 1 molun tam hidrolizinə 2 mol su sərf olunur, xeyr. Burada 1 molun tam hidrolizinə 2 mol su sərf olunur, səhvdir. 1 molun tam hidrolizinə 2 mol amin turşu alınır, hə, bu düzdür. Yəni, bax, orada verilənləri təkrar yazmayaq da. Çünki onun da üzərinə 1 mol, mən belə deyilsə, su qoysam 2 mol amin turşuya keçəcəm də. Yəni, dipeptitin üzərinə
Bax, bu diptest üzərinə su qoyuram. O şəkildə olduğu. Təzədən elə deyək də 2 mol amino turşuya çevrilir. Molekulunda bir peptid rabitə var. Hə, çünki orada olan bax bir dipeptid rabitəni deyək. Bax, dipeptid rabitə. Bu alınan birləşmədə amid qrupu deyirlər buna. Deməli, düzgün fikirləri istəyir də bizdən 2, 4, 5. Deməli, variant 2, 4, 5. 2, 4, 5 variantlarına baxırıq. Y variantı. Sonra nə deyir? Bizə reaksiya verib. Sadəcə artıq qalan maddə alınan maddəni yazaq reaksiyanı. Orada baxmalıyıq da hansı ifadələr doğrudur. Deməli, 2 əmsallarda verib. 2H2S üzərinə gəldi. O2 keçdi. Deməli, burada 3'dür. Gəlin yazaq. 3O2 alınır 2H2O üzərinə SO2. İndi baxaq, burada 2 mol özünə 3 mol birləşdirib, alınıb 2 mol, alınıb 1 mol. Bizə də verir ki, burada 0,2-dən 0,6 mol götürüblər. Amma biz baxırıq ki, 2 özünə 3 mol O2 birləşdirirsə, 0,2 də 0,3 birləşdirəcək. 0,2 mol su alınacaq. 0,1 də SO2 əmələ gələcək. Axı burada deyir 0,6 mol oksigen götürülüb. Bax, deyir burada 0,6 mol başlanğıcdır. Götürülüb başlanğıc. Onda biz 0,1 bu başlanğıcdan, yəni belə deyək də, başlanğıcdan çıxırıq burada 0,3 mol oksigeni, yəni burada sərf olunan, daha doğrusu mötərizədə yazsaydı, sərf olunan yazaq. Düzgün anlaşılsın. Sərf olunan, bu da eləyir 0,3, bu O2 burada artıq qaldı. Çünki baxın, 3-ə 0,3 uyğun oldu, 0,6 uyğun olmadı. İndi nə istəyir? Hansı ifadələr doğrudur? 0,2 mol SO2 alınır. Xeyr, 0,1 SO2 alınır. Bir səhvdir. 7,2 qram su alınır. Suya baxaq. 2-ni deməli 0,2-ni vursaq, deməli orada 38-ə hə edər də 7,2. Bax, 0,2 molu vursam, su 2 molda 36-ya. Bu da 7,2 qram edəcək. Hə, bu düzgün fikirdir. Sonra 0,3 mol O2 artıq qalır. Hə, bunu isbatladıq. Artıq qalır. 3 düzdür. Deməli, bizdə 2 düz oldu, 3 düz oldu. Düzgün fikirlər istəyirdi A variantı. Sonra baxaq görək biz burada. Neçənci sualdayıq? 21-ci sualda. 21-ci sualda bizə nə deyir? M sayda asimetrik karbon atomu selülyozanın tam yanmasından. Biz birinci selülyozun ümumi formulu karbon 6, deməli H10, oksigen 5'dir. Bu N sayda yansa, biz burada baxırıq ki, N'i 6'ya vursa 6N, CO2, oksigen ayrılacaq. Çünki burada 6 daxil, biz bu 6'nı N'ə vurduq. İndi biz bilirik ki, bu beta fruktozadan əmələ gəlir. Qapalı quruluşda 5 dənə asimetrik atom var. 5 dənə asimetrik karbon atomu olanda 6N, CO2 əmələ gəlirsə, burada M sayda verib. Əslində mol verilməli idi. İndi nəsə M sayda verib də olsun. M sayda veribsə, nə qədər əmələ gələr? X-in belə deyək də, X CO2 olar. CO2, onda X bərabərdir. 5'i yazdıq. Bu karbonun sayıdır. Belə yazaq da, demə 6N vurulsun M bölünsün 5. Onda da burada 5, daha doğrusu 5'i burada N götürək ki, orada çünki ixtisar getməlidir də o. 5 N sayıdır. Çünki axı bu iri molekullu birləşmədir. Burada 5'i yazmalıyıq mütləq. Yəni burada
Burada da enlərimiz gedəcək. Altını da 5-ə bölsək 1,2 en. 1,2 en baxırıq Y variantı. Bir 22-də nə istəyir bizdən? Silisium verib, üstünə XH2 qoyub Y maddəmizi deyir də. Deməli, silisiumun üzərində mən qələvi məhlulu qoymalıyam ki, oradan H2 ayrılır da. Bax, silisium yazıq reaksiyanı. Üzərinə gəl, natrium, OH, üzərinə gəl, su. Deməli, biz bilirik ki, buradan silisium valentliyi yarısı qədər üçün ayrılır. Onu istəmirsə, sadəcə Z maddəsi. Deməli, burada bizim maddəmiz natrium silikatdır ki, alınıb. Natrium 2, silisium 3-dür. Bunun üzərinə də H xlor gələndə, H xlor güclü turşudur da, orada silikat turşusunu sıxışdırıb çıxardır. Alınır silikat turşusu, metasilikat turşusu. Deməli, baxırıq, hansı da H2 silisium 3, B variantı. Yəni, buradan yazaq, H2 silisium O3'dür. Cavabımız B variantı. Yəni, öndə duran güclü turşu H xlordur, silikat turşu zəifdir, onu duz məhluluna sıxışdırıb çıxardacaq, o qaydanı tətbiq edirik. 23-də nədir? Natrium artıq miqdar su ilə qarşıdası ayrılan hidrogen. Natriumun su ilə reaksiyasını yazaq. Cümlə oxuyaq, tətbiq edək də. Alınır, deməli, natrium, OH, üzərinə gəldi hidrogen. Bax, burada da yenə səliqəsiz oldu. Suyu fərq eləmirik, ya H2 şəklində yazın, hansısa rahatdır, o cür yazın. Yəni, deyə əmsallaşmanı aparsaq 2, 2, 2, baxaq 2, 2, 4, düz oldu. 2 vuraq 23, çünki orada emil verilib də bizə. Yox, bir də başqa fikir deyil. Ailə miqdar hidrogen almaq üçün neçə qram dəmirin xlorid turşusu ilə təchiz etmək lazım? Dəmirin də xlorid turşusuna tənliyini yazaq. Biz bir dəmiri xlorla 3 valentli birləşməsi alınır. Dəmir 3 xlorid, 3, 2 bura, 2 bura, 2. İndi baxaq, 2 vura 46-dan, buradan 1 mol ayrılıb da. 46 qramla. 4,6-dan da buradan alınacaq 0,1 mol. İndi deyir, ailə miqdar hidrogen almaq üçün neçə qram dəmirə xlorid turşusu. Uşaqlar, üzrəcən burada xlorid turşusu deyirik, xlor demir. Çünki burada xlorid turşusu yazmalıymışam. Tam oxumadım. H xlor, bu da onda 2 valentli birləşməsi alınır. Xlorla üzərinə H. Yəni, bu 0,1 mol hidrogeni almaq üçün mən nə qədər, neçə qram dəmir götürməliyəm də. 212-yə, baxaq elə bunu, 112 qrama. Mən baxırıq ki, qram deyir də, belə deyək, dəmirə neçə qram dəmir xlorid turşusu ilə təsir etmiş lazımdır. Baxıram ki, buradan 2 qram alacam da. Onda lap mol yazaq, çünki molla gedirik də biz burada. 0,1 molu gətirək, qoyaq bura. Bax, bu 0,1-i bura gətirsək, onda bu, deməli, 1 moldur. Burada yazmadı. Bir dəqiqə bu, neysə, folder, dondu bu. Bir dəqiqə yazır, 1 mol. 112 deməli 1 moldursa, biz orada da 0,1 mol almışıq da. 0,1 mola da 10 dəfə kiçilsək buradan. 2, bir dəqiqə burada 2,56 əmsallaşmanı aparmamışıq. 2 burada, deməli bu pozulur. 112 yox, 56 olur. 56-ya baxıram, 1 mol. 56 qram dəmir reaksiya daxil olanda 1 mol hidrogen ayırsa, 0,1 mol hidrogeni almaq üçün mən nə qədər götürməliyəm? X qram. X-imiz də buradan tapsaq, 1 10 dəfə kiçilirsə, 56-da 10 dəfə kiçilsə, 5,6 qram. Demək, cavab 5,6. Sonra nə deyir bizdə? 3 dimetil butanal molekulunda funksional qrupun kütlə payını tap. 3 dimetil butanal deyirsə biz, bunu bu cür şəkildə də yaza bilərik. Butanalı yazaq, uşaqlar. Deməli, 24
butanalı yazaq. Karbon H3, karbon H2, karbon HO. Bax, butanal bu cür yazılır. Bu da deyir ki, buradan 3 nömrələnmə aparsaq 1, 2, 3, 4. 300 dimetil butanaldır. Bax, bunu bir yerdə ümumi forma kimi göstərsə, karbon deməli neçədir? 1, 2, karbonları 1, 2, 3, 4, 5, 6 dənə karbonumuz var da bizim. Onda yazsaq 6 dənə karbon, aldehiddə bildik 6 2, 12. Oksijen ümumi formulu budur. Funksiyonel qrupun kütlə payını. Funksiyonel qrup da budur. Bunun da emeri karbon HO-nun emerini hesablasaq, bu da eləyir, demək 12, 16, 18, 29. Deməli, bu 29 qram karbon HO funksiyonel qrup neçə faizdir? Onun kütlə payını deyir, tapın. Onda bunun emerini yazaq. 14-ün üstəcə 16 100%-dirsə, onun içərisindən o da 24 qram neçədir? Funksiyon qrupun kütlə payını hesablayın deyir. Deməli 100%, onda x faiz götürək də. X faiz götürək buradan. Sadəcə bu 14-ün üstündən niyə istifadə elədik? Yəni onsuz da bunun emerini biz buradan tapa bilərik də uşaqlar. Üzrü sayınız. Altda bu 12, 1. Çünki orada karbon nömrəsini biz bilirik də. Altda 12, 72, üstünə gəldim 12, üzərinə gəldim 16. Bu da eləyir 28, 72, 100. Bu 100'ü bilirik də, biz onu nəyə gərək var? Bunu gətirək, burada bunu yazaq 100 yerinə. Çünki onun emeri verilib də. Çünki 14,3 şəklində yazmaq düzgün deyil. Çünki karbon nömrəsini demir ki, o eyni oradan da tapa bilmərik. Belə ifadə etsək, yüzlər buradan ixtisar gedəcək. 29 qramda, onda elə 29 daha 9 faiz. Cavabımız 29. Sonra nədir? Doymamış duz məhluluna qatlığın məhlul kütləsinin asılılıq qrafiki verib bizə. Bax, burada nə deyir bizə? Doymamış duz məhlulunda düzgün olmayan ifadələri deyir bizdə. Biz burada yəni düzgün olanları yazaq. 1, 2, 3, 4. Baxaq. X1, X keçidi üçün məhlula yalnız. Uşaqlar, mən bunun üzərində yaza bilmirəm. Burada nəsə alınmadı. Kəş burada göstərə bilərdim. X1, X2 keçidi üçün məhlula yalnız duz əlavə olunur. Baxaq görək bu nədir? Bu düzgün fikirdir. X1 fikir verin. X keçirmək üçün həm məhlulun kütləsi artıb, artma istiqamətində gedib, həm omega artıb. Bu duz əlavə edə bilərik də, düzgün fikirdir. X1, X3-ə. X1, X3-ə gedib, X1 ortada, X3-ə keçib. Baxın, orada məhlulun kütləsi artıb, amma qatlıq düşüb aşağıda. Buna duz əlavə edə bilmərik. Duz əlavə etsəydi, məhlulun qatlığı artardı. Bu isə aşağı düşüb deyir. B-dən A-ya gəlir. Buna görə bu səhv fikirdir. X3, X1 keçid üçün məhlulun su buxarlanır. Baxaq, bura X3-dən X1-ə keçib də. Baxın, X1-dən X3-dən X1-ə keçidi üçün məhlulun kütləsi belə artıb, amma o nə deyək, qatılıq oradan belə deyək, keçid məhluldan su buxarlanır. X3-dən X1-ə keçmək demək, həm məhlulun kütləsi artıb, həm də A keçib B-yə. A keçib də artım istiqamətində gedir də. Artım istiqamətində gedirsə, onda bu da düzdür. Məhluldan su buxarlananda belə deyək də, məhlulun kütləsi düşəcək aşağı, qatlıq artacaq. Hədə baxırıq ki, məhlulun kütləsi M2-dən M1-ə gəldi, amma A getdi B-yə. Düzgün fikirdir. X2, X1 keçid üçün məhlula su əlavə olur. Baxırıq ki, X2-dən X1-ə keçəndə məhlulun kütləsi M2-dən gedib M1-ə azalıb. Azalıbsa da, həm də burada qatlıq da belə deyək də, hər ikisi azalıb. Hər ikisi azalacaq. Həm qatlıq düşüb aşağı, həm məhlulun kütləsi azalıb. Ona görə məhlula su əlavə etmək burada düzgün o deyil də, bu səhv fikirdir. Bizdə də səhv fikirlər istəyir də 2, 4 variantlar düzgün olmayan. Ya da biraz diqqətli olmaq lazımdır. Orada M1, M2-nin artmaq, hansı istiqamətdə artır, hansı istiqamətdə azalır. AB omeqanın göstəricisidir. Yəni çox çətin sual deyil. Sonra nə deyir bizə? Şu daşın verib, tam bərsan 130-5 qalınlar. Parçalanmaz zaman alınan karbon qazının həcmini. İndi biz kalsium karbonatın yəni birinci tənliyini yazaq.
Bunu mütləq yazacağıq. Onsuz da kalsiyum, biz bilirik ki, bunun termik aparsanız kalsiyum oksidi üzərinə CO2. Biz kalsiyum karbonatda bilmirik də nə qədər verirlər. X qram verib. Sadəcə ipucu verir ki, bunun 0,25'i X-dir. Kənarda 0,75'i X-i təmizdir buradan. İndi bunun parçalanmasından da biz baxırıq ki, nə edə bilərdik? 0,25'dən biz burada istifadə eləyəcəyik də. Necə istifadə eləyəcəyik? Deməli ki, orada kütlələri gəlin qoyaq üstünə. Yazaq da onda. 100 qramla baxırıq ki, 56 qram alınıb da. 134 qramda orada bərk qalıq alınıb. Onu da nəzərə alacağıq da uşaqlar elə bil ki. İndi nə edə bilər? 100 qramdan baxırıq ki, 56 qram kalsiyum oksidi alınıb burada. Bu 0,75'də bizim təmizlikdə əlimizdə olan təmiz 0,75'dən də bilmirəm də bir ayda. Onu da kalkulyatorda hesablasaq, A bərabərdə neçə ala bilərik? 0,42 A bərabərdir 0,42 X ala bilərik. İndi nə edir burada? 0,5 X də bu deyir ki, burada bizim təmizdir də. Bu kənar qarışıqda alınan kalsiyum oksidi gəlin toplayaq. Bax, bir də deyim, kənar qarışığına 0,25'inə. Bu, deməli, aldığımız 0,42'ni X-i topladıq. Bu da eləyir. Bunu çünki deyir ki, bütün belə deyir də orada alınan parçalanmasında 134 qram bərk qalıq qalır. Bunun içində həm bu aldığımız 0,42 var, həm 0,25. Bunu 134'ə bərabər etsək, burada bunu da toplasaq 0,67 bərabərdir 134. X-in bərabərdir 200 olduğunu tapaq. İndi 200'ün də burada 0,75'ini tapaq. Yəni 200'ün 0,75'i də 150 qram deməkdir. Yəni belə yazaq da 0,75 X-i bərabərdir 0,75 vurulsun 200. Deməli vurulsun, o da bərabərdir 150 olduğunu tapdıq. Yəni 0,75 bunun təmiz olan hissəsidir. Onda belə bir dənə yaza bilərik də. Kalsiyum karbonat. Yenə yazaq təkrar. Kalsiyum oksidə. Bu da CO2. Onda belə vəcə 100'dən baxırıq ki, 56 qram alınır. Buradan da 22,4 alınır. Onda 150'dən nə qədər alarıq? Nə qədər kalsiyum oksidi alarıq? Daha doğrusu orada alınan karbon qazının həcmini istəyir. X litr alarıq. X-i də oradan hesablasaq, deməli oradan hesablayaq. X 22,4. Belə deyək, X-in daha doğrusu burada X də deməli 100, 150 vurulsun 22,4. Bu da ixtisar getsə, buradan 1,5'i də 22,4'ə vursaq, 11,2 litr CO2 alarıq. Bu da alınan parçalanma zamanı alınan karbon qazının həcmidir. 11,2. Bir də deyirəm, bu X mol kalsiyum karbonat parçalanıb. Sadəcə bilmirik. Bizə bu ipucu verir ki, 0,25% bunun kənar qarışıqda, 0,75 də bu təmizdir. Bunu da faizlə ifadə eləyib tapırıq. İndi biz tənliyə yazırıq. 100'dən 56 qram kalsiyum oksidi alınırsa, bu aldığımız 0,25, daha doğrusu bu 0,75'dir. Bunu qarışdırmayaq uşaqlar. Yəni kənar qarışıq deyil. 0,75'dən də A qram alınır da bilmirəm. O da X-nə ifadə edirəm. 0,2 X alırım. Bu 0,2'də alınan kalsiyum oksidi kənar qarışığımız da var idi axı. Onu toplayırıq 0,25'ilə, gətirib burada toplayırıq burada. Aldıq. Onu da bərabər edirik 134'ə. Çünki alınan bərk qalığın içində həm aldığımız var, həm də o kənar qarışıq var. 134. Orada X-i biz tapırıq. X-in 200 olduğunu tapdıq. Bu 67'dir.
Sadəcə yenə də 200-ün sıfırdan %75-ini tapırıq. Yəni 200 100%-də 75% nə qədərdir? Onun 150 olduğunu tapdıq. Yenə kalsium karbonatın paracetamol tənliyini yazırıq. 100-dən 50, 22,4 alırıqsa, çünki burada bax bunu soruşur 100-dən. 150-dən də nə qədər alaram? 11,2. Yenə burada tənliklər verilib. Kalium xloratın yazıq tənlikləri. Kalium xlor O3, mangan 2 o katalizatordur burada. Mangan O2. Katalizatorun ikisi alınır. Kalium xlorid və oksigen laboratoriya alınma üsuludur. 3O2. Benim sallaşmada aparaq. Sonra kalium xlorat. Üzərinəcə fosfor. Bu da kibritin yanma tənliyidir. P2O5. Üzərinəcə kalium xlorid. Sonra kalium xlorat. Bu da xlorun laboratoriya alınması. Kalium xlorat. Üzərinəcə xlor 2. Üzərinəcə su. Sonra ipucu bizə nə verir? Biz burada ZYT maddələrini, X maddəsini çözməliyik. El ilə T reaksiya baş vermirsə uyğunluğu müəyyən edin. Baxırıq ki, hamısında burada kalium xlorid var. Kalium xlorid varsa Y'dir də bu hamısında. Bax, bunlar Y'dir. Qırmızı ilə yazaq. Bax, bunlar deməli Y'dir. Y maddəmiz budur. Deməli, oradan da 3O2. Deməli, X maddəmizdə oksigendir. Bunu da belə olduğunu çözdük. Onda bir də ipucu verir ki, bizdə el ilə T reaksiya daxil olmursa, P2O5-in su gedir də. Onda P2O5 elli xlor da deməli T maddəmdir. Bax, fikir verin. Bax, P2O5 üzrəcə xlor reaksiya getmir. Amma P2O5 ilə suyun reaksiyası var da. Bax, reaksiya gedir. H3PO4 alınır. Ona görə maddələrimizi düzdük. Yox, hələ qalır, onu da yazaq. Deməli, onda 1-ə 2, 3. Onda 1-ə C gedir. Deməli, 2-yə A, 3-ə də D. Bax, siz oradan özünüz baxsaz diqqətli. Düz 1-ə C getdi. 1-ə xlordur. Dəqiq səhv çıxmadı. Deməli, 1-ə C. Baxaq görək. 1-ə C. X maddəm C demək. Nə qədər xlor. Qarışdırmadıq. YCT, YX, YTZ, YTZ yazmamışıq axı biz buradan. Suyumuzda deməli su Z maddəmizdə su. Kalium xlordur. Bu Z maddəmizdir. Qarışıqlıq olmadı. YX1-də baxaq. Y, YTZ, YTZ, ZY, ZY, YX. Yanlışlıq olmadıysa. Sonra nə istəyir bizdən? Sitasiyaya baxaq. Bizə sxem verir M-mol. Məsələn, X, Y, Z qaz bilmirik də, yox, qazlarımızı verib bizə. Sadəcə M-mol olduğu verib burada. Deməli, baxaq buna. M-mol verib bizə. Qazlarımızı da yazaq burada. CO verib. Sonra nə verib? N2 sitasiyada. Uşaqlar, siz özünüz də ürəyinizdə oxuyun, diqqətli oxuyun. Sadəcə bu 3 qaz qarışımının emeri deyir 36 qram moldur. Oksigenlə yanma reaksiyasını nəzərə almalıyıq. Bir də alınan qaz qarışığının üzərinə həniç suyu da kalsium hidroksid olduq. Həniç suyu keçir, yenə başqa bir reaksiya gedir. Xrosenson rezidağına necə? Baxaq da burada. İndi deyir ki, bunun üzərinə M-mol O2 gəliblər, yenə alıb. Belə deyək də, yenə N-mol burada O2 gəliblər. Deməli, üstündən gəldi M-mol O2. Yenə həminki qaz qarışığı alıb. Sadəcə 2M-0,2 mol oradan. Mən topludan başa düşməyə çalışıram. Siz buradan diqqətli oxuyun.
Deməli, aldım. İndi burada 0,5 moldan yola çıxaq. Çünki burada 0,5 mol. Burada reaksiya getsə, ancaq CO üstəcə O2 ilə reaksiya gedəcək də. CO2. Burada bilirik ki, 2-dən 2 alınır. Burada, yəni 2-nin 1-ə nisbətindən biz bilirik 2 mol alınır. Amma bu 0,5 mol orada 2n plus 0,5 deyirik. Bax, oradan 2n çıx 0,5. Bu reaksiyaya daxil oksigenin orada kütləsi molunu daha doğrusu göstərir. Biz ona görə orada CO-nun kütləsini tapa bilərik. Deməli, bu 0,5 reaksiyaya daxil olubsa, buradan 1 CO reaksiya daxil. Bu da buradan gəlir. Bundan da molunu burada 2x, y, z göstərir. Deməli, x buradan bərabərdir 1. 1 olduğunu tapdıq. İndi bir də bizə bir qaz qarışıq şəklini də verib. M ortadan istifadə etsək, onda M orta 36 deyir axı orada. M orta bərabərdir 36 deyir o. Onda 36 yazarıq ki, bərabərdir. CO 28-i vurdıq 1-ə moluna. Bu 1-ə. Elədi 28 üzərinə gəldik. N2 28 Y üzərinə gəldik 44 Z. Buradan da 2x üzərinə gəldi, Y üzərinə gəldi, Z olduğunu tapdıq. İndi buradan da çarpaz üsuldan istifadə eləyək də. Çarpaz üsuldan istifadə eləsək, deməli yaza bilərik ki, 36x üzərinə 36 Y üzərinə 36 Z bərabərdir 28 üzərinə 28 Y üzərinə 44 Z. Buradan da 36 x'lər. Baxaq x'lərimizə. Deməli 36 əslində orada bir də bax 36 x y 28-i yazmışıq. Deməli 36 z. Bir dəqiqə deyim, x-i burada bir işarə eləyək də bunu 1. Onsuz da bunu bilirik də bunu. X-lə yazıb 1. Bunu 1 burada. X-imizi 1 qeyd eləyək. Onda 36 buradan deməli x gedəcək, 36 qalacaq. Bu tənlikdə 36-dan 28 çıxanda 8. Bunu da yenə çarpaz üsul etsək, belə bir asılacaq yaza bilərik də. Deməli, 36-dan 28 çıxdıq, 8 qaldı. 36-dan yenə 28, 8. Onda yaza bilərik 8 Y. Belə bir çıx deməli, -8 Y çıx. 8 daha doğrusu üstə gələk, çünki orada plus olacaq. Bərabərdir 8. Yəni, bax, bu 36-dan 28 çıxdım, 8. Burada da yenə z minus y bərabərdir 1 olduğunu tapdım. Burada da y bərabərdir z minus 1. Biz də burada x, y, z bilirik ki, x1-i də bayaq qeyd eləmişdik. x1-də onda belə bir asılacaq yaza bilərik də. Bax, x üstəcə y üstəcə z. Deməli, burada belə deyək də, qiymətləri gətirək qoyaq onda yerinə. O da bərabərdir. X-in qiyməti 1 idi, başdan tapmışdıq. Çıx, Y qiyməti, bax bu Z-yi, bax burada nəzərə alaq. Deməli, 1, belə deyək də, üstünə Z minus 1. O da bərabərdir, oradan 1-lər gedəcək. Bax, 1-lər getsə, nə ifadə ala bilərik? Yenə axır Z-in 1-ini yazmadıq, üzr sayın. Deməli, buradan yenə buradan minus 1 üzərinə z. O da bərabərdir 2z. Bax, buradan ifadəni gətdik, qoyduq yerinə. İndi bir də hansı ifadəni ara qoymuşam, onları çarpaz çəkirəm. N bərabərdir. Bu da bu toplamı da biz bilirik ki, M oldu. Onda N bərabərdir 2z. Buradan tapdıq. İndi də Z-in qiymətini tapmağa çalışaq ki, Z neçədir? Biz bilirik ki, bax o cədvəl N çıxaq 0,5. Bildik ki, 0,5 reaksiyaya daxil olan hissədir. N çıx 0,5-də burada reaksiya daxil olmayan oksigendir də. İndi orada da bir şərt deyir ki, proses sonunda reaksiya daxil olmaya N plus 2,5-dir. Onda nə yaza bilərik biz? Deməli, yaza bilərik ki, nerede buradan pulsaq? Yaza bilərik ki, bu N çıx 0,5, yəni N moldan 0,5 artıq qalan bu oksigendir.
Üzərinə gəlirəm Y. Y-də N2 daxil orada reaksiya daxil olmuyor. Çünki niyə daxil olmur? Çünki N2 üstəcə o ki, şimşəyin çaxma reaksiyası, adi şəraitdə reaksiya getmir. Ona görə bərabərdir. Orada da situasiyada deyir ki, reaksiya daxil olmayan isə N üstəcə 2,5-dir. Bunu da qeyd elədik. Onda Y burada. Tapırıq ki, Y burada. Tapsaq N'lər gedəcək. Y-imiz bərabərdir. 3 olduğunu tapdıq. Çünki 2,5-nə 0,5 toplayanda 3. Bu N2-nin miqdarıdır. Bunu da gətirək burada. Y qiymətini qoyaq yerinə. Y bərabərdir 3. X, deməli onu 1 tapmışıq. Y-də oradan 3 tapdıq. İndi nə eləyə bilərik? İndi bu Z-3-dən bax, Z-3-dən Z-in qiymətini belə Z-Y belə daha doğrusu. Deməli Z-Y-dən deyəcəm hardan gəldi. Z-Y bərabərdir 1 qiymətindən. Oradan Y-in qiymətini yerinə qoysaq. Z-3 bərabərdir 1. Z bərabərdir 4 olduğunu tapaq. Z də bərabərdir buradan 4. Bax, qiymətlərimizi tapmışıq biz. İndi nə edə bilərik? Bir də deyir ki, burada biz bayaq yazmışdıq ki, 0,5-dən burada da 1 CO2 əmələ gəlir. 1 CO2 əmələ gəlir. İndi bizdə nə istəyir? N-i ilkin qaz qarışımında CO-nun mol payını faizlə hesablayın. CO-da 8 moldur da. 28-ci bunları pozsaq hamısı gedəcək. 28-də də deməli 8 molun CO-nun da burada ilkin qaz qarışımında CO-nun da mol payını 1 mol tapmışıq da. Elə bir 8-də birini onu tapırıq. Yəni 8-i 100% götürüb, belə deyək də, 8-i qaz qarışığı ümumi 100% götürən, biri də X götürsək burada. X bərabərdir. Belə yaza bilərik də. Deməli 100 bölünsün 8. Bu da neçə alınır? Təxmini belə görək. 100 bölünsün 8, 12,5. 12,5. Bax, 12,5 28-in cavabıdır. Bax, bunu aldıq. İndi bu yer açılsın deyə pozaq. Yəni, ümumi qaz qarışığımız 8 moldur. Orada da yazıb ki, ilkin qaz qarışığında CO-nu 1 mol tapmışdıq da. Elə bir ki, 8-də 1-ni tapdıq onda. Cavab vərəqində CO2-nin için mol miqdarının zaman asılılıq qrafikini istəyir bizdən. Asılılıq qrafikində onda belə yaza bilərik də. Yazdıqlarımız hamısı gedəcək. Yoxdur, pozaq. Yer açılsın. Onda bax, belə bir qrafik yaza bilərik ki, biz bilirdik ki, o molda orada lap pozduq, eybi yoxdur. 4 mol CO2-miz var idi da. 4 mol CO2 1 molda reaksiyada əmələ gəlmişdi. Bax, bizə bir reaksiya yazmışdıq. Deməli, 2 CO2 elə bir 0,5-ə görə 1 CO2 əmələ gəlir. Reaksiya daxil olanda 0,5 O2, 1 CO2-miz əmələ gəlirdi. Deməli, onun üzərinə artdı 5. Yəni, qrafik artır. Sonra da deyir ki, orada qarışıqda qazlardan biri əhəng suyu ilə reaksiya tam daxil olur. Yəni, tam daxil olursa, orada çöküntü əmələ gəlir. Sıfıra yaxınlaşır. Biz bunu CO2 üçün qrafikini qurduq. İndi N2 üçün qrafikini də qursaq, orada N3-ü səhv etmirəmsə 3 mol almışdıq. Daha 3 mol almışdıq. 3 N2 də nə CO2 ilə, nə CO ilə reaksiyası yoxdur da. Yəni, yaza bilmərik. Orada heç bir reaksiya getmir. Yəni, orada 3 aldığımız N2 miqdarı dəyişmir. Daima belə, yəni düz xətt üzrə gedir. Bunu da yazdıq. İndi T2-nın da əhəng suyu olan qabda alınan çöküntünün kütləsini qramla, əhəng suyu alınan çöküntünün qramla deyilər. Bu qabdan çıxan qaz qarışığının ümumi kütləsini qramla hesablayır. Onda yazaq da alınan 5 mol CO2 alınmışdı. 5 mol. 4 molu 8 molun içində tapmışdıq. 1 mol da reaksiyada alınmışdı. Bax, bu. Deməli, bunun kalsiyumla əhəng suyu ilə reaksiya tənliyini yazsaq, kalsiyum karbonat O3 alınır. Biz də baxırıq ki, burada nədəsə 1 moldan 100 qram alınır da. 5 mol CO2-dən də alınacaq 500 qram. İndi bu 1-i 500 tapdıq. İndi nə istəyir bizdə bir də? Bu qabdan çıxan qaz qarışığının ümumi kütləsini qramla 2 hesablayın. İndi biz bildik ki, 3 N2 orada bizim 3 mol N2-miz artıq qalmışdı. Y bərabər ki, 2 tapmışdıq.
ki o n2-nin miqdarı idi. Bunu da kütlə 3-ü vursaq, bunun kütləsini tapsaq, m-2-nin kütləsini, daha doğrusu 3-ü idi. 3-ü vurursan, belə yazsaq, bu da qarışıq oldu. 3-ü vururuq 28-ə, 3-də 8-in 3-də 74 qram. Bu qabdan çıxan artıq qalan qaz qarışıqlarından biridir. Amma yenə də qaz qarışığımız vardı. 8 mol cəmi qaz qarışığımız var idi axı bizim orada. 8 moldan 0,5-i reaksiya daxil oldu. Orada 7,5-i də artıq qaldı. Siz videonun arxaya çevirin, orada görəcəksiniz 7,5 artıq. Onu da biz buradan bu qabdan çıxan artıq qaz qarışığının biri də oksigendir. Yazırıq ki 7,5 vurulsun 32. Bunu da 7,5'i də 32'ye vursaq. Burada 7,5 vur 32 alınır 240. Bax bizim 240-la 74'ü də bir də toplayırıq biz burada. Deməli 240 üzərinəcə 74'ün ikisinin toplamı. Deməli üstünə də gəldik 74, 314. Cavab 314. 314 də ikincidir. Bax burada ikinci 314 aldıq. Birinci də deməli nə idi? Cavab nəyin kütləsi demişdik? Alma çöküntünün kütləsi. Birinci də 500. Bax budur. 500. Deməli 500, 314. Diqqətli baxsaz, biraz situasiya çətindir. Yəni diqqətli analiz eləyəndə, baxanda biraz vaxt istəyir sadəcə. 4-cü qrup üçün əvvəlcə çox vaxt aparır. O inşallah asan düşər bu il. 7 gündə də gedən bütün şagirdlərə, başqa şagirdlərə də hamısına uğur arzulayıram. Çox sağ olun uşaqlar diqqətinizə görə.